İbrahim kimi biri, Şəhid İbrahim Hadi. Başqalarını əfv etsinlər, onların günahından keçsinlər. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Cənab Ehtaşamın o kiçik kitab mağazasını çox sevirdim. Xüsusən də dibçək güllərinin yanında masa stul qoyandan bəri orada kitab oxumağın ayrı bir ləzzəti var idi. İbrahimə Salam kitabını elə Ramazan ayında, məhz orada oxumağın dadı dudusu bambaşqa idi. Klublararası çempionat keçirilirdi. Birinci yerə çıxan həm pul mükafatı alacaq, həm də milli komandaya dəvət olunacaqdı. İbrahim Hadi o qədər hazırlıqlı idi ki, bütün rəqiblərini inamla məğlub edərək finala yüksəldi. Finaldakı rəqibinin oyununu görmüşdüm. Çox zəif idi, amma xalçanın üzərində yarış başlamazdan əvvəl İbrahimin qulağını nəsə pıçıldayıb tribunaya işarə etdi. İbrahim də təsdiq mənasında başını tərpətdi. Onun nə dediyini anlamadım, amma İbrahim o güləşdə ancaq müdafiə olundu. Xülasə çox pis güləşdi və asanlıqla uduzdu. Rəqibi sevincindən ağlayaraq əyilib İbrahimin əlini öpdü. Sonra bir-birini qucaqlayıb xalçadan çıxdılar. Əsəblə İbrahimin yanına qaçdım, üstünə qışqırıb dedim. Bu nə güləşmə idi belə. Amma İbrahim o həmişəki təbəssümü ilə sadəcə bu qədər hirslənmə deyib getdi. Çox əsəbi idim. Yarım saat zalda qalandan sonra çölə çıxdım. Qapının ağzında İbrahimin rəqibini qoca anası ilə dayanmış gördüm. Məni görən kimi yaxınlaşıb dedi. Nə qədər mərd dostunuz var. Yarışdan qabaq İbrahim bəyə dedim ki, səndən məğlub olacağıma şübhəm yoxdur. Amma anam və qardaşlarım zaldadılar. Elə ki, çox biabır olmayım. Dostunuz mənim üçün əlindən gələn etdi. Bilmirsiniz anam necə sevinir. Sonra ağlayaraq əlavə etdi. Mən təzə evlənmişəm, yarışın pul mükafatına çox ehtiyacım var idi. Şəhid İbrahim Hadinin xatirələrini oxumaq mənə bir sakitləşdirici, dərman kimi təsir edir. Bütün varlığımı hüzurla doldururdu. Hər xatirəni oxuduqca ürəyimdə arzulayırdım. Kaş mən də İbrahim kimi biri olaydım. Kitabı bağlayıb kürəyimi stula söykəmişdim ki, birdən gözüm küçəyə sataşdı. Biri velosipedimi götürüb qaçırdı. Küçəyə qaçıb bərkdən qışqırdım. Oğru, oğru, tutun onu. Amma o qədər zirək idi ki, maşınların arasından ziqzaqvarı keçirdi. Kimsə ona çata bilmirdi. Artıq ümidimi kəsib o əziz velosipedimlə vidalaşırdım ki, birdən o bir maşına çırpılıb yıxıldı. İnsanlar başına tökülüb onu tutdular. Qoymayın qaçsın, biri polisə zəng eləsin. Ürəyim sərçə kimi döyünürdü. Əmi, olar telefonumla atama zəng edim, gəlsin. Velosipedim darmadağın olmuşdu. Polis gələndən bir neçə dəqiqə sonra atam da çatdı. Qərara alındı ki, oğrunu bölməyə aparsınlar, biz də oraya gedək. Atam mənə tərəf dönüb dedi. Sən zəng edəndə evdəydim, anan narahat oldu. Əvvəl evə gedək səni görsün, sonra bölməyə gedərik. Yolda atama dedim. Ata, qətiyyən şikayəti geri götürmə ha. Velosipedim xarab olub, tərəf oğurluq edib cəzasını çəkməlidir. Atamı tanıyırdım, insanlara asanlıqla bağışlayırdı. Bunları ona görə deyirdim ki, birdən oğlan bölmədə ağlayıb, ondan rəy, bağışlanma almasın. Bölmədə rəis atama tərəf dönüb dedi. Cənab müdərris, bu uşaq yeniyetmədir. Heç bir oğurluq keçmişi də yoxdur. Şikayət edirsiniz yoxsa? Cümləsini bitirməyə imkan vermədən atıldım. Yoxsa moxsası yoxdur, şikayətçiyik. Atam dedi. Mehdi, bir neçə dəqiqə çöldə gözləyə bilərsən, oğlum. Ata, xahiş edirəm, bağışlamayın, yalvarıram sizə. Yaxşı oğlum, rəis bəylə başqa bir işim var. Sən biraz çöldə gözlə. İstər-istəməz çölə çıxdım. Velosipedimə görə o qədər hirslənmişdim ki, bağışlanmasını heç istəmirdim. Rəisin otağında rəis önündəki qovluğu bağlayıb dedi. Oğlunuz əsəbi olduğu üçün demədim. Siz gəlməzdən əvvəl bu yeniyetmə ilə danışdım. Mənə bəlli oldu ki, o əslində oğru deyil. Velosipedi oğurlamaq fikri də olmayıb. Deyəsən balaca qardaşı məktəbdə sizin oğlunuzla dalaşıb. Bu da onun heyfini çıxmaq üçün velosipedi bir neçə saatlıq götürüb sonra qaytarmaq istəyib. Amma siz şikayətinizi geri götürməsəz, biz onu buraxa bilmərik. Bilirəm, rəis bəy, elə küçədə üzünü görən kimi tanıdım. Biraz dəcəl uşaqdır, amma atasının süfrəsində halal çörək yeyib, əminəm ki, oğru deyil. Fəqir-yangil ailəsidir. Həm atası fəhlədir, həm də anası başqalarının evində xidmətçilik edir. Cənab müdərris biraz susub davam etdi. Amma mən istəyirəm ki, oğlum özü gəlib şikayətini geri götürsün. Əgər zəhmət olmasa mənə 1-2 saat vaxt verin, bu məsələni həll edəcəm. Oldu, gözləyirəm. Atam otaqdan çıxdı. Mən də onun ardınca düşdüm. Maşına minib bölmədən uzaqlaşan kimi ürəyim rahatladı. Düşündüm ki, daha o oğlanın azad olunma söhbəti bağlandı. Başımı söykəyib gözlərimi yumdum. Hələ küçənin sonuna çatmamışdıq ki, atam soruşdu. Razısan, Behişdə Zəhraya gedək? Sevinclə dedim. Hə, bu günün gərginliyini atmaq üçün ancaq ora getmək lazımdır. Behişdə Zəhra, yəqin insanlar ilk qədir gecəsinə hazırlaşmaq üçün evlərində dincəlirdilər. Çünki qəbirstanlıq çox sakit idi. Şəhid İbrahim Hadinin xatirə lövhəsinin yanında oturmuşduq. Atam dedi. Şəhid İbrahim Hadinin ailə üzvlərindən biri deyir ki, evdə oturmuşduq. Birdən küçədən bir səs gəldi. İbrahim tez pəncərədən baxdı və gördü ki, kimsə yeznəsinin motosikletini götürüb qaçır. Qışqırdı. Tutun, oğru, oğru.
Sonra cəld qapıya qaçdı. Məhəllə uşaqlarından biri motosikletə təpik vurub oğrunu yerə yıxdı. Yerdəki bir dəmir parçası oğrunun əlini kəsdi və qan axmağa başladı. İbrahim gəlib çatanda oğru ağrıdan qıvrılırdı. Onun yaralı olduğunu görən kimi motosikleti işə salıb dedi: "Tez min dalıma." Onu öz motosikleti ilə xəstəxanaya apardı. Yarası sarınandan sonra isə ikisi bir yerdə məscidə getdilər. Deyir ki, İbrahim namazdan sonra onun yanında oturub soruşdu: "Niyə oğurluq edirsən?" "Axı haram pul." Oğlan ağlayaraq dedi: "Bilirəm, amma işsizəm. Arvad uşağım var. Pul tapmaq üçün məcbur qaldım." İbrahim durub namaz qılanlardan birinin yanına getdi. Bir neçə dəqiqə danışıb qayıtdı və dedi: "Şükür Allaha, sənə iş tapdım. Sabaha get işə başla. Bu pulu da götür və Allahdan kömək istə. Həmişə halalın dalınca get, çünki haram həyatını məhv edər. Halal pul az olsa da bərəkətlidir." Onda anladım ki, atam məni bura bu xatirəni danışmaq üçün gətirib. Mənə başa salmaq istəyir ki, İbrahim Hadiyə bənzəmək üçün velosipedimi götürüb qaçan o uşağı bağışlamalıyam. Çətin vəziyyətdə qalmışdım. Bir tərəfdən darmadağın olmuş velosipedim gözümün önünə gəlir və bağışlamağı çətinləşdirirdi. Amma çarəm yox idi. Atam hər zamanki kimi məni küncə sıxışdırmışdı və qaçış yolu yox idi. Çünki bağışlamasaydım İbrahim Hadiyə verdiyi sözü tutmayan bir adam kimi ondan utanacaqdım. Ona görə də ayağa qalxıb dedim: "Ata, gedək şikayəti geri götürək, qoy oğlanı buraxsınlar." Atamın gözləri sevincdən parladı və dedi: "Əlbəttə gedək ya Əli. 19-cu gecənin əhya mərasimi. Hər il olduğu kimi bu ildə məscidin qapısında qurulan salavat dayanacağında insanlara çay paylayırdım. Birdən gördüm ki, velosipedimi götürən o uşaq küçənin aşağısından gəlir. Atam cəld yanıma gəlib pıçıldadı: "Mehdi, Quranda bir ayə var, deyir, məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Elə isə siz də bir-birinizi bağışlayın." Sonra yaxınlaşmaqda olan yeniyetməyə baxıb tələsik davam etdi: "Bax oğlum, müfəssirlər deyir ki, vəl-yəfu, yəni başqalarının xətasını bağışlayın. Vəl-yəsfəhu isə o deməkdir ki, çalışın ürəyinizdə heç nə qalmasın və qarşı tərəfin səhvini tamamilə unudun. Yəni bizdə deyilən dəvə gördün, qulağını kəs məsəli kimi. Başa düşürsənmi nə deyirəm?" Gülümsəyib dedim: "Bəli, ata, başa düşürəm." Atam çiynimə vurub dedi: "Qurban olaram mənim fərasətli oğluma." Və getdi. İndi artıq o uşaq məscidin qapısına çatmışdı. Bir çay süzüb ona tərəf getdim. Təklif edib gülümsəyərək dedim: "Buyurun, təzə dəmdir." Sonra gözüm bir küncdə dayanıb bu mənzərəyə ləzzətlə baxan atama sataşdı.